görə pozitiv duyğudur. Pozitiv duyğularımız var, negativ duyğularımız var və enerji səviyyəsi yüksək olan pozitiv duyğularımız var. Enerji səviyyəsi aşağı olan, eyni zamanda da negativ. Məsələn üçün, sevinç duyğusu var, həvəs var, ilham duyğusu var. Bunlar həm pozitivdir, həm enerji səviyyəsi yüksəkdir. Rahatlıq, məmnuniyyət, təmkin duyğuları yenə pozitiv duyğulardır. Enerji səviyyəsi aşağıdır. Var, məsəl üçün, qəzəb, nifrət, qısqanclıq. Yüksək negativ. Yüksək enerji gücünə, yükünə malik olan negativ duyğulardır. Yorğunluq, kədər, peşmançılıq kimi negativ, ancaq enerji səviyyəsi aşağı olan duyğular var. Burada bir önəmli bir məqama diqqəti mən çəkmək istəyirəm ki, bu duyğular ki, var. Məsəl üçün, bir insanla söhbət edirik, onu deyirik, duyğu vəziyyəti necə dəyişdirməliyik? Əsasən, qəzəb duyğusu içərisində olan insana sevincli və ilhamlı bir şəkildə yanaşma ilə əksinə qıcıqlandıra bilərik. Mümkün deyil. Çünki onu oradan demək olar ki, ikinci bir hissiyə, yəni ki, enerji səviyyəsini aşağı salmaqla mümkün ola bilər. Onu yorğunluq, kədər və yaxud peşmançılıq səviyyəsinə gətiririk. Ondan sonra onu keçirtməliyik, enerji səviyyəsi aşağı olan pozitiv duyğular, rahatlıq, məmnuniyyət, təmkin hissəsinə və tədricən enerjini orada yüksəldə bilər. Bu tərsinə getsək, bu alınmayacaq. Çünki ahəngdir, empatidir, bütün bu dediklərimiz, nəzəriyyələr, motivasiyanın 1 milyon dənə bəlkə nəzəriyyəsi var. Cürbəcür gündə yeni fikirlər, nəzəriyyələr ortaya atılır. Bunların hamısı sadəcə buna əsaslanaraq hərəkət oluna bilər. Başqa cür olmuyor. Mən daha belə sadə dillə başa salsam, deyək ki, bizim ailə üzvlərimizdən biri qəzəblidir, içində nifrət və qısqanclıq var. Biz həmin anda o hissləri paylaşırıq. Daha sonra onu yorğunluq və kədər, peşmançılıq hisslərinə, enerjisini aşağı salırıq. Daha sonra onu rahatlıq və məmnun və təmkinli olmağa, belə deyək ki, onu gətiririk. Daha sonra isə onu ilham, həvəs və sevinç kimi duyğularla o insana kömək edib, o negativ duyğulardan onu azad edə bilərik. Üzr istəyirəm, bir şey deyim ki, bu saydığım hərəsində 3 mən qoymuşam, amma bunları artırmaq da olar. Çünki bunlar örnək olaraq təxminən anlaşılsın deyə bu şəkildə. Bir dənə əlavə edeyim. Belə bir şey var ki, həm də o insanla məşğul olan insanın özü hansı enerjidədir. Yəni, həmin hansı muddadır, hansı əhval-ruhiyyədədir. Və özündə olan o müsbət enerjini birbaşa onu şuuraltı səviyyədə təsir edə bilər. Hipnozda da belədir. Bu artıq peşəkar yanaşmadır. Biz ev şəraitində kiminsə yardım ev şəraitində heç hipnotik vəziyyət deyil. Sadəcə olaraq ailə üzvündə ananın əhvalı yaxşıdır, evladı gəlir, vəziyyəti yaxşı deyil. Onu bir dənə başına sığal çəkməklə, hansısa 2 dənə şirin söz deməklə, yəni sözdə də bilirsiniz ki, enerji var, çox yüksək şəkildə və sözlər, Babək mənim dediyi kimi, o sözlər vasitəsilə də insanlara təsir etmək olur. Heç ana bilmir ki, sizin dediyiniz kimi. Yəni, burada bu söz desə, buna müsbət təsir edəcək, ya mənfi təsir edəcək. Yəni, o NLP-ni heç nədən xəbəri yoxdur. Sadəcə olaraq öz evladını əzizləyir və əzizləməklə evlad deyir ki, və yaxud da ki, nəyisə danışır. Bu fərqi yoxdur, evlad olsun, yəni ailədə rəfiqə ola bilər, kimsə başqa yerdə fərqi yoxdur, münasibətlərdən gedir. Yəni, özündə olan müsbət enerjini onu ötürə bilər. Bax, bunda da insan rahatlaya bilir. Deyək ki, belə bir şey var ki, o insanlarla oturanda gəl rahatlaşdınsa da, demək ki, onlardan sən pozitiv enerji alırsan, ola bilər ki, gərgin ola bilərsən və 5 dəqiqə kiminsə yanında otura bilərsən və rahatlaşa bilərsən. Günel xanım stomatoloqdur və o öz bir stomatoloq kimi deyil, öz həyatını pozitiv düşüncə ilə dəyişən bir insan qismində biz bugün dəvət etmişik onu studiyamıza və sən demə, həqiqətən də insan düşüncəsini dəyişməklə, Günel xanım bunun çox gözəl bir timsalıdır, öz həyatını dəyişə bilər. Gəlin görək həyatında Günel xanımın düşüncənin rolu nə olub, nədən ibarətdir? Ümumiyyətlə, mən hesab edirəm ki, Sevinç xanım, pozitiv düşünən insanla negativ düşünən insanın böyük bir fərqi var. Fərq isə nədən ibarətdir? Pozitiv düşünən insan hər hansı bir problemlə üzləşəndə o problemi məsələyə çevirməyə bacarır və yəni o problemi həll etməyə çalışır. Negativ düşünən insan isə deməli ən çox sanki dünyanın sonudur kimi ümitsizliyə qatılır və negativdə asılıb qalan insan negativdə də asılıb qalacaq. Yəni onun oradan çıxmağı üçün çox üzərində işlənmək gərəkdir. Henry Fordun çox gözəl bir kəlməsi var.
Onu demək istəyirəm. Deyir, sən əgər düşünürsənsə ki, səndə alınmayacaq, sən çox haqlısan. Yox, sən əgər düşünürsənsə ki, səndə alınacaq, sən yenə də haqlısan. Çünki insan necə düşünürsə, həyatında elə də olur. Mən nəyə inanırsa, o da olur həyatında, düzdürmü? Nəyə inanırsa, elə də olur. Mən bir misal gətirmək istəyirəm. Məşhur bir aktrisa qastrolları zamanı deməli səhnədə ayağını sındırır, açıq sınıq yarası alır. Bu halda deməli səhnədə rolunu davam etdirmək çox çətin olsa da o öz rolunu davam elətdirir, belə deyək, teatr bəli sona yetirir. Bitəndən sonra onu reanimasiyada əməliyyata alırlar. Yəni bu dərəcə və 3 gün ərzində o insan belə deyək, normal həyata gəlir və səhnəyə çıxır. Bu hamı üçün belə şok bir vəziyyət olur. Bu da pozitiv düşüncənin bir nəticəsidir. Çünki pozitiv düşünən sağlam psixoloji qurumu olan bir insan bütün kritik həyatında tibbi cəhətdən də, yəni kritik hallarda, ağır bir xəstəliklərin də daha deməyəcəm hansı xəstəliklər, negativə yüklənmək istəmirəm, daha ağır xəstəliklərindən də xəstəliklərin də öhdəsindən məhz düşüncənin gücü ilə ümumiyyətlə sağalan insanlar olur, ağır xəstəliklərə qalib gələn insanlar olur pozitiv düşüncə ilə. Tip yəni nə qədər kömək edə bilsə də, insan əgər negativə yüklənibsə, onun o haldan çıxmağı ehtimalı çox azdır. NLP-nin baniləri Richard Bandler, bəli, onlar deməli bir neçə 10 il, bəli, John Grinder, onlar bir neçə 10 il bundan əvvəl deməli yaşıl həblər icad edirlər və satışa buraxırlar. Həbləri belə də etiketlendirirlər, arıqlamaq üçün yaşıl həblər. Onlar deməli satışa buraxıldıqdan sonra onları qəbul edən insanların çoxusu arıqlamağa başlayır. Amma bunlar öz belə deyək, NLP yazılarında, kitablarında qeyd edirlər ki, bu həblərin tərkibində plasebo deyilir də buna, plasebo üsuludur. Həblərin tərkibində sadəcə bir glukoza olur, şəkər olur. Yəni buna baxmayaraq insanların düşüncə gücü, insanların pozitiv özlərini inandırmaları, bəli, bu nəticələrə gətirib çıxarır. Bizə çox qəribədir, beyin, belə bir şey var, deyir, beyin hər şeydir. Yəni bəli, beyin hər şeydir. Bəli, beyin hər şeydir. Sanki beyin orqanları şahlıq eləyir də, hökmranlıq eləyir və orada informasiyaları verir bütün orqanlara. Bax, bu, bəlkə də biz baxsaq o beyin içərisində, orada gedən prosesi izləyə bilsək və görərik ki, sanki o informasiyalar gəlir və bütün orqanlara gedir, ya pozitiv, ya negativ. Əgər pozitiv yüklənirsə, çox gözəl vurğuladı ki, xəstəlikləri, yəni biz bundan real həyatda da istifadə edirik, insanlarla işləyərkən və doğrudan da onlar onu düşünürlər və eyni zamanda hiss edirlər. Bax, burada mən əlavə etmək istəyərdim, hiss etməni də. O Gücün Sirri kitabında da və Rhonda Beri'nin Sir kitabında, Gücün Sirri, hətta o Sir kitabında belə bir şey var ki, onunla bağlı müxtəlif bilirsiniz ki, fikirlər var. Orada bəzən deyirlər, niyə görə bəzi adamlarda bu işləyir, bəzi adamlarda işləmir. Yəni bu mənə elə gəlir, hər kəsi maraqlandıran sualdır. Bizə də bəzən deyirlər ki, Kəmrə xanım, siz dediniz, getdi elədik, alınmadı. Mən həmişə hər zaman deyirəm, alınmayacaq deyə bir şey yoxdur. Qurbanım Allaha təbii ki. Allah yəni izin verəcək buna. Və insan birinci istəməlidir, bu təbii məqsəd. Və eyni zamanda həmin o gücümüzdən istifadə edərək pozitiv düşünmədən sonra isə hiss etməliyik. Yəni o emosiyalar, o hisslər, insanın daxili aləmindən gələn daxili rahatlıq olmasa, o hisslərə, o düşüncəyə təsir eləyəcək. Yəni ola bilər ki, mənim şuur səviyyəsində hisslərim nəsə başqa cür gərgindir və yaxud da ki, şuur altı səviyyədə, hələ şuur emosiyalarımız. Biz bilirik ki, emosiyalar hisslərdən fərqlənir. Yəni belə fərqlənir ki, emosiyalar şuur altı səviyyədədir. Bizim davranışımıza, bugünkü davranışımıza təsir göstərir, fəaliyyətimizə təsir göstərir. Amma biz onu dərk etmirik. Və biz fikirləşirik ki, mən elə düşünürdüm, niyə yaxşı alınmadı? Amma mən düşünmürəm ki, şuur altı səviyyədə mən narahatam və fikirləşirəm, tutaq ki, hər hansı bir münasibətdə və yaxud da ki, hər hansı bir iş quracam və başlayır şübhələr eləyirəm. Görəsən alınacaq, görəsən necə olacaq və daxili narahatlığım olur. Və bunu da hər kəs bilir ki, şübhə əldə etdiklərimizin 50%-dən çox endirir. Yəni bu belədir. O da nədir? O inamı öldürür. İnam nədir? NLP-dir. NLP nədir? Proqramlaşdırmadır. Yəni proqramlaşdırmanı sanki pozur. Sanki insanın bilirsiniz ki, gündəlik proqramla işləyən insana baxaq, proqramsız işləyən insana baxaq. Hansının işi daha, fəaliyyəti daha gözəl olacaq? Proqramlaşdırılır, bəli. Ona görə də proqramı daha çox qurmaq və hisslərimiz nə istəyiriksə o olacaq. Adi biz hər hansı bir kanalda nəyəsə baxmaq istəyirik.
o hansı kanalda, o hansı Tezliyi tutub, bəli, o tezliyi mən baxmalı. tutmasam, aça bilərəm televizoru, tutaq ki, filan filmi, filan kanal. Mən alınmayacaq, baxa bilməyəcəm. Yəni insanın beynində də o titrəyişlər, o orqanlarla, sənin düşüncələrin, o titrəyişlər üst-üstə düşməyəndə bizim istədiklərimiz təəssüf ki, alınmır və insanlar da elə bilir ki, alınmadı. Yəni ruhdan heç kəs düşməsin. Tamamilə doğrudur. Mən burada bir məsələyə vurğulamaq istəyirəm. Hörmətli ekspertlər də çox gözəl izah elədilər. İnsan başdan ayağa proqramlardan ibarətdir. Bütün vücudumuz proqram içərisindədir. Ürəyimizin işləməyi də, böyrəyin işləməyi də, tənəffüs sistemlərimizdə, hətta istədiyimiz fəaliyyətimiz proqram əsasında gedir. Biz düşünə bilərik ki, bizim düşüncələrimiz bir çox şeyləri yönəldir, bir çox şeylərə istiqamət verir və bir çox şeyləri biz düşünərək eləyirik. Ancaq hər hansısa bax mən bu əlimi burada tərpətməklə düşünürəm ki, tərpədirəm kimi düşünsək, yenə də yanılmış oluruq. Nəyə görə ki? Çünki buradan bura kimi 153 dənə əzələ işləyir və bunların hər birini mən düşünərək hərəkətə gətirmirəm. Mən sadəcə ana əmri verirəm və beyin səviyyəsində və qalanların artıq şuuraltı mexanizmlər və proqramlar həyata keçirir. İnsanın immun sistemi var. Yəni bu immuniteti deyirik ki, var. Gecə və gündüz milyardlarla bakteriyalarla və milyardlarla mikroblarla mübarizə aparır. Və o sistem o dərəcədə mükəmməl işləyir ki, və bizə gələn cürbəcür təcavüzləri, cismani və yaxud ruhani təcavüzləri müdafiə eləmək üçündür. Təsəvvür eləyin ki, beyində düşüncə var və hər bir hüceyrəmiz, onu da xüsusi vurğulayım ki, 3 ildən bir yenilənir. Yəni, bu günləri bizim bədənimizdə olan bütün toxumalar, 5 il əvvəlki toxumalar deyil, bunu tibb təsdiq eləyir, mən demirəm. Sadəcə onu vurğulamaq istəyirəm ki, düşüncə gücü ilə xəstə hüceyrələrdə yarada bilərik, sağlam hüceyrələrdə yarada bilərik. Və düşüncə nəticəsində duyğu yaranır dedik. O duyğular bizdə beyində neyropitlər deyilən maddələr buraxır. Cürbəcür, bu endorfindir və yaxud da ki, adrenalindir, bunlar hamısı da buna daxildir. Bu kimi maddələr bütün bədəndə yayılır. Çünki duyğu yarananda biz bədənin bir yerində simptomu hiss eləyirik. Hər hansısa bir nifrət hissi yarananda bir yerimizin ağırlaşdığını və yaxud da ki, alışdığını hiss eləyirik. Sevgi yarananda bir yerdə müəyyən dəyişiklikləri hiss eləyirik. Qeyd edeyim ki, stat olaraq immun sistemin sevgi çox möhkəmləndirir. Yəni ki, ümumiyyətlə bir pozitiv duyğular dediyimiz zaman bu insanların hüceyrələrinin strukturuna təsir edir. Çünki hüceyrələr, xüsusən immunitet hüceyrələrinin üzərində xüsusi bezlər var ki, bu neyropitləri həmin yerdən qəbul edirlər və onlar da onun strukturuna təsir edir. Çünki İnsan xəstələndiyi zaman hüceyrələrin strukturu dəyişir. Beyində bir düşüncə yaranır. Məsəl üçün, o düşüncə nəticəsində bədəndə bu əks olunur və biz xarici aləmdən təsirlənirik. Məsələn, əgər daim xəstəlikdən şikayət edən insanlara baxdıqda nələr görürük? Ən xəstə insanlar elə olardı demək olar ki. Və yaxud kasıbçılıqdan şikayət edən insanlara baxaq, ən kasıb insanlar da olardı. Çünki dəyişim üçün addım da atmırlar. Nəyə görə? Çünki dünyanı o cür mənalandırıblar. Dünya insanların bəziləri üçün çox yaşamalı bir yerdir, cənnətdir. Bəziləri üçünsə çox cansıxıcı bir yerdir. Dünyaya nə üçün gəldiyimizin fərqi yoxdur. Mən örnək olaraq demək istəyirəm ki, bu davranışlarımız olmalıdır. Müəyyən davranışlarımız bizim həyatımızı dəyişdirir. Ancaq bu davranışlar bacarıqlar halına gəldikdən sonra dəyişdirir. Bu vərdişlər halına gəldikdən sonra dəyişir. Məşhur Türk tanınmış iş adamlarından olan Saqib Sapancı, Allah rəhmət eləsin, o dərəcədə belə faydalı davranışlara malik olmuşdu ki, hətta ölüm ayağında özünün CEO-sundan şirkət raportlarını istəmişdi. Yəni bu o dərəcədə vərdiş halına gəlib. İnsanın ruhu ilə, qanı ilə, canı ilə birləşmiş bir vəziyyətə gəlib. İş dünyasında mı uğur qazanmaq istəyirsiniz, həyatda mı uğur qazanmaq istəyirsiniz, yoxsa
şəxsi həyatda, əlaqələrdə harda istəyiriksə, diqqətimizi ora verməyimiz vacibdir. Diqqət hardadırsa, enerji oradadır. Biz konsentrasiyanı idarə eləməklə həyatımızda bir çox dəyişikliklər eləyə bilərik. Məsəl üçün, yaddaşımızı gücləndirə bilərik. Ola bilsin ki, həyatımızda müəyyən bacarıqları əldə eləyə bilərik. İnsanlar var, deyirlər ki, uşaqlar məsəl üçün oxumurlar. Belə bir şeylər ola bilər ki, oxumur, bu uşaqda diqqət əksikliyi var deyir. Bu uşaqda konsentrasiya pozukluğu var deyir. Baxırsan ki, doğrudan da hər şeylə təmin olunmuş vəziyyətdədir. Hansı ki, 50-60 il bundan əvvələ baxdıqda məktəblər hamısı bəlkə də qamışdan filandan tikilirdi. Amma oradan gözəl professorlar yetişib çıxırdı. Həqiqət. Amma bu günləri hər cür elektronik mühit, yəni çox gözəl evlərdə yaşayırlar uşaqlar. Dərsin arxasına gəlib oturanda sanki bir duyğu yaranır, canı sıxılır, oxuya bilmir. Deyirlər, valideyn də deyir ki, bunda diqqət əskikliyi var. Amma uşaq oturur, bir kompüter oyunu oynayır, bütün diqqəti görsüz oradadır. Bəs necə ola bilər ki, diqqət əskikliyi varsa... Bəs niyə başqa şeylərə diqqət yetirir, dərs oxuyanda diqqətsiz olur? Biz bunu necə edirik? İndi NLP-nin əsas strukturu problemi hissələrə bölməkdən ibarətdir. Problem böyük olanda problemdir. Məsəl üçün, bir televizorda götürdükdə televizordur, istər-istəmə xarab olanda deyirik, televizor xarab olub. Ancaq əslində xarab olan bir dənə dioddur. Balaca bir diodu düzəldirsən, televizor göstərir. Yəni, diod boyda problemi biz televizor boyda görürük. Problem bundan ibarətdir. Yəni, biz bunu hissələrə böldükdən sonra problemin əsasən çox kiçik bir şey olduğunu, bunda mənanı dəyişdirməklə mümkün ola bilər. Adam gəlir seansa, depressiyanın içərisindədir. Baxırsan, tərpənməyən, gərilməyən bir əzələ yoxdur üzündə. Ancaq intihardan dönüb gəlir az qala. Bir seansdan sonra gülə-gülə gedir. Güldükdən və hətta evdə də gülməyin davam elətdirir. Yəni, bunun şahidləri olmuşuq çox. Niyə görə? Çünki mənanı dəyişməklə bu olur. Ancaq insana denən ki, həyat gözəldir, maraqlıdır və həyatı başqa cür düşün, o düşünə bilməyəcək. NLP-də xüsusi texnikalar var ki, onun şuuraltı səviyyəsində o mənanı dəyişdirsin. Çünki insan şuuraltı səviyyədə dəyişməsə, yəni içindəki ona inanmasa... Təfəkkürünü dəyişməsə, baxışını dəyişməsə, düşüncəsini dəyişməsə, o dəyişməyəcək. Bir şey deyim ki, məsəl üçün, ola bilər ki, insan özü qəbul eləyir. Bəli, qəbul eləyir ki, bəli, burada bir şey yoxdur, amma içindəki o duyğu onu tərk eləmir, içindəki o fikirlər onu tərk eləmir. Niyə görə? Çünki bu şuur səviyyəsində olur. Şuur isə bütün orqanizmi, yəni beynimizin cəmi 10%-ni təşkil edir. 90% isə bizim hard diskimizdədir, şuuraltımızdadır. Yəni ki, proqramı bir var, örtük götürdükdə monitor, monitorda nəyi dəyişdirə bilərik? Sadəcə yarlıqları poza bilərik. Ancaq hard diskə girib, orada o proqramı... Bizim də şuur altımız bizim hard diskimizdir, belə deyək. Ya poza bilərik, ya bəli, ya da yeni proqram yaza bilərik. Söhbətimizin bu yerində istəyərdim ki, Aydın müəllimə söz verək, ifasında gözəl bir canlı musiqi dinləyəcəyik.
bir insan həyatda istədiyi uğuru əldə edə bilər, yetər ki, istə, öz gücünə inan, düşüncəni dəyişərək. Bax, mən Günel xanıma sual vermək istəyirəm ki, Günel xanım, siz nə zaman həyatınızda, bax, fərqində oldunuz ki, fərqindəlik deyilən bir məsələ vardı. Yəni, mən düşüncəmi dəyişməklə həyatımı da dəyişə bilərəm. Bilirsiniz, hər bir insanın həyatında keçmək yollar olur. Həyatında və yaxud şəxsi həyatında və yaxud iş həyatında, karyera həyatında. İnsan, yenə də təkrar edirəm, problemlə üzləşəndə yıxılıb yerdə qalmır, ayağa qalxır və təslim olmamalıdır. Yəni, pozitiv düşüncəyə yüklənib, həyat davam eləyir və başqa bir çıxış yolları axtarmalıdır. Və belə bir pozitiv düşüncəyə yükləndikdə negativlərdən, düzdür, əslində psixoloqlar da bunu deyir, tez-tez qeyd edir ki, pozitiv düşünmək biraz çətindir. Çətindir, çünki beyin həmişə negativləri axtarır. Amma siz qeyd elədiyiniz kimi, hər şey bizim öz əlimizdədir. Yəni, insan özü istədikcə bunu bir vərdiş halına gətirmək lazımdır. İnsan pozitiv düşüncəni gündəlik bir həyatında baş verən manipulyasiyalar kimi, belə deyim, səhər yuxudan durursan, elementarını, dişini yuyursan. Həyat tərzimizi çevirməliyik. Həyat tərzimizi çevirməliyik. Biz əgər düşüncələrimizi pozitivə yüklənsək, o zaman bizim pozitiv düşünməmiz artıq bir vərdiş halına gələcək. Beləliklə də həyatımızı dəyişəcəyik. Yəni, siz o ki, fərqində olaq necə düşünürük? Kəmal xanım, buyurun. Çox gözəl vurğuladı Günel xanım. Nə etmək lazımdır? Elə bilin ki, bağban öz bağını qoruyur da, düzdür ki, orada artıq alaq otları və s. olan kimi bağ necə olur? Öz gözəlliyini itirir. İnsanın düşüncələri də belədir. Burada bəzən görürsən ki, biz pozitiv düşünürük. Amma birdən-birə xanımın dediyi kimi hansısa bir problem çıxır. İnsanlıq halıdır. Biz situasiyanı qiymətləndirməyi bacarmalıyıq. Situasiya necə oldu? Fərqindəlik olmalı. Negativi aydınlaşdırmalıyıq ki, o negativ nə təsir etdi mənə? Tutaq ki, ola bilər ki, hansı şey mənə təsir etdi və mən tez başlayıb mənfi düşünməməliyəm. Tutaq ki, gəldiyim burada hər hansı bir şey oldusa, yox, mən onu niyə mənfiyə tərəf yozum ki, mənfi düşünüm ki? Çünki mən mənfi düşünsəm, artıq o insana münasibətimdə də özümdən asılı olmayaraq şuuraltı səviyyədə mənfi enerji gedəcək. Mənfi enerji də ona getdikcə, o da özündən asılı olmadan mənə mənfi enerji göndərəcək. Yəni, bu arada artıq fikir mübadiləsi gedir, enerji mübadiləsi daha doğrusu və biz hiss etmirik bunu. Münasibətlərimiz pozulur. Ona görə negativdən uzaqlaşmaq lazım. Dediyim kimi, hər bir insan özü üçün deməlisən ki, mənim bugün işimi ola bilər ki, biraz yaxşı alınmayıb, eybi yox. Yəqin ki, hansısa bir problem oldu da, belə oldu. Sabah inşallah ki, bu təkrar olmaz. Amma biri də var, o negativdə köklənib qalırsan, ki, onsuz da həmişə belə olacaq da. Çünki bu alaq otu deyilən bir şeydən biz uzaqlaşa biliriksə, Günay xanım dediyi kimi ki, biz ona qapılmırıqsa, onun üstünə xət çəkib hər dəfə təmizləyə biliriksə, bacarırıqsa, bizim işlərimiz təbii ki, gözəl gedəcək. Yox, əgər o bizi üstələdikcə daha çox artdısa, onda bir də görəcək ki, artıq bir gün görəcək ki, biz artıq müsbət düşünə bilmirik. Və özümüzdən asılı olan bizim yanımızda oturan insan da bunu hiss edəcək. Bəlkə də o sizin dediyiniz kimi adi səviyyədə, yəni bilməyəcək ki, bu NLP-dir, bu enerjidir, bunun adı nədir, o bilməyəcək bunun adını. Amma sadəcə olaraq deyəcək ki, Kəmal xanım, yəni mən özümü narahat hiss edirəm. Və istər-istəməz səndən qaçmağa başlayacaq. Və bir gün görəcəksən ki, ətrafında sənin insanlar azalıb. Yəni, bu məhz həm də tək ona görədir. Müsbət insana doğru hər kəs gedir, işıq kimi gedir. İnsan nə zaman ki, təfəkküründə, ay yox, bu niyə belə oldu, ay yox, bu niyə belə oldu, yox, məndə heç nə alınmayacaq. Daim şikayət edən insanın ətrafında heç kim dayanmaq istəmir. Və belə insanların uğur qazanmağı da həyatda çox nadir hallarda olur. Onu da əlavə etmək istəyirəm ki, tamaşaçılar indi bizə baxır və belə bir sual yarana bilər ki, hər bir insanda ki, axı mənim həyatımda bu şey belədir, bu problem var. Problemim var, sadəcə o problemə baxış tərzini dəyişmək lazımdır. Yəni, onun çərçivəsini, NLP-də belə bir şey var, çərçivəsini dəyişdirmək lazımdır. Problem olaraq ola bilsin, amma ona biz baxış nöqtəmizi dəyişsək, biz özümüzü daha xoşbəxt hiss edirik. Bəli, hər kəs fikirləşməli ki, həll edilməyən bir problem yoxdur. Sadəcə olaraq onun həlli yolları var. O həlli yollarını, fikri dəyişsək, münasibət dəyişmək lazımdır. Bununla bağlı, bəli, müəyyən bir kognitiv metodlar da var. O metodların içərisində belə bir fikir var ki, insanın problemə münasibətini, ustanovkasını, yəni psixikasını dəyişmək lazımdır.
insan pozitiv afirmasiyalardan istifadə edərək hətta psixikasını dəyişə bilər. Və yəni psixikanın dəyişmək müsbət tərəfə yönəldə bilər. O müsbət ustanavka deyirlər. Yəni yönəliş, hansı bir istiqamətdə bəli psixi sinir hazırlığı. Yəni mən nə gözləyirəm, necə gözləyirəm. Əgər o düzdür, o münasibəti dəyişmək o qədər də asan deyil, amma bu koqnitiv metod olaraq düşüncəyə əsaslanan, düşüncəli şəkildə məni Babək mənim qeyd etdiyi kimi insana izah edirsən ki, problemi olan insana bax səndə bunlar var. Bir var şuur altına təsir etməklə dəyişə bilərsən. Bəli. Biri də var ki, onu eyni zamanda düşüncəsini aydınlaşdırırsan ki, fərqində olur özü insan. Bəli, nə deməkdir? Bəzən o insanlar çox maraqlıdır ki, problemi dərk etdikdən sonra həm o problem birinci asan unudulur dərk edildikləri halda. Eyni zamanda dərk etdikdən sonra ona münasibəti dəyişə bilir və onu sənlə bərabər həlli yolunu tapırsan. Yəni o insana demək lazım deyil ki, mən çıxardacağam səni vəziyyətdən. Ona demək lazım birlikdə bu problemi həll edəcəyik. Uğur qazanmış insanlarla bizim aciz, yəni hesab etdiyimiz insanların belə, yəni bəlkə də yaxşı səslənmədi, yəni uğursuz insanların, uğur qazana bilməyən insanların, daim şikayət edən insanların düşüncələri nə ilə bir-birindən fərqlənir? Yəni Düşüncələri yenə bu ayırdığımız kimi pozitiv duyğular və negativ duyğular var. Əslində burada düşüncədən də çox onun kökündə yatan duyğulardır. Çünki düşüncə özü bir simvoldur. Duyğu sistemimizi hərəkətə gətirir. İnsan özünü nə cür hiss eləyirsə, dünya onun üçün o cür olur. Çünki zamanın idarə olunmasında da bu var. Əgər reanimasiyanın qarşısında dayanmısınızsa və yaxın bir adamınızın əməliyyatını gözləyirsinizsə, dəqiqələr, illər qədər uzun keçə bilər. Və yaxud da xoş bir zamanda, xoş bir yerdə 4-5 saatın necə keçdiyini bilməyə bilərsiniz. Dünyanı idarə edən duyğulardır. Yəni, düşüncə bunun üzərində dayanır. Ən təməldə dayanan duyğulardır. Çünki bizi hərəkətə keçirən... Yəni, bizim düşüncəmiz bizim duyğularımızı yaradır. Duyğularımızın nəticəsində bir duyğu yaranır. Duyğular nəticəsində sonra məntiq deyirik də. Məntiqi təfəkkür ona başlayır.